Torpağın çıxarışının alınması üçün hansı sənədlər lazımdır? İcra hakimiyyətinin torpağın ayrılması ilə bağlı qərarı. Əgər torpağınız bələdiyyə torpağıdırsa, bu zaman bələdiyyənin qərarı və alqı-satqı müqaviləsi lazımdır. Əgər torpağınızın sənədi 1 dekabr 2007-ci ildən sonraya aiddirsə, bu zaman hərrac protokolu və hərracın nəticələrinə uyğun olaraq alqı-satqı müqaviləsi lazımdır. Torpağınızın sahəsinin plan və ölçüsü, daha sonra əgər həmin torpağın üzərində hər hansı bir tikili və ya qurğu vardısa, həmin qurğunun və ya tikilinin texniki pasportu və plan cizgisi və dövlət rüsumunu ödəyərək müvafiq quruma müraciət edirsiniz. Məsləhətimiz budur ki, quruma müraciət etməmişdən əvvəl torpaq sahəsinin sizə aid olması ilə bağlı arxiv sənədi alasınız. Çünki çox vaxtı imtinanın səbəbi arxivdə torpağın sizin adınıza olmaması göstərilir. Əgər siz də yaşayış və ya qeyri-yaşayış sahələri ilə bağlı çıxarış almaq istəyirsinizsə, Hüququn Var komandasına müraciət edə bilərsiniz.